Aha, 2 nömrəli sualda. Deyir, bu ədədin kəsr hissəsini tapın. Biz bilirdik ki, ədədin Bəli. kəsr hissəsini tapmaq üçün nə etmək lazımdır? Tamdan çıxmaq lazımdır. Ədədin özündən tam hissəni çıxmaq lazımdır, düzdürmü? Yəni, gəlin Bəli. əvvəlcə biz bunun tam hissəsini tapaq. Görək bunun tam hissəsi neçədir? Ee, Kökdə 17  5 çıxılsın. götürürük də müəllim. Tam hissəni 5 Dördü götür. açıq mən, dördü açıq. Bunun kökdə 17-nin tam hissəsi, bəli, 4-dür. 4-dən çıxsan 9, o zaman Bəli, dörd. tam hissə -5 olmur. Bəli, bəli. Kəsr hissəni tapmaq üçün biz nə edirdik? Ədədin özündən, yəni kökdə 17 çıxılsın 9-dan çıxmaq lazımdır, -5-i. O da bərabərdir kökdə 17 çıxılsın 9 üstə gələnsin 5. -9 ilə də 5 toplayanda cavab eləyər nə? -4. 5, 6, 7, çıx 4. Olar Y variantı. Aydındır. Bəli. Bəli, müəllim. Tamam. Bunlar bir-bir demin suallardır ya. Qəbul var içində, buraxılış var və s. Gəldik 3 nömrəli suala. Qələm rejimi burada aktiv qalıb. Bir dəqiqə. 3 nömrəli sualda bizə nə deyir? Deyir ki, əgər A-nın qiyməti 0-dan kiçik olarsa, bu A şərti sizə verir. mənfidir. A mənfidir. Bəli, A mənfidir. O zaman deyir, bu ifadənin açılışını yaz görək, necə yazacaqsan. Əvvəla biz bilirik ki, kök altından çıxanda birinci biz bunu modula salırıq. 2 vurulsun kökün altında 4-cü dərəcədən A üstünə 4-dən uşaqlar. Modulda A çıxır. Niyə müəllim? Çünki bu 4 ilə bu 4 ixtisar gedir burada ona görə. Üstə gəlinsin. Digər tərəfə baxıram. Burada da 3-lər gedir. Qalır modulda A. Biz keçək zoomun öz qələminə. Tamam. Çıxılsın. Yenə də nə? Modulda A. Çıxılsın modulda A. Bərabər. Uşaqlar, baxıram. Birinci halda A üstü 4-dən çıxartmışam da bunun modula, düzdürmü? Elədir, bu Bəli. formada gəlmişik də biz bura. Tamam, baxıram. Deyirəm ki, Hı-hı. bu formada çıxardım. Necə? Cüt dərəcədən gəlir də, belə deyil. -2 eləyirdi o. İndi bu cüt dərəcədən gəlir. 4-cü dərəcədən gətirmisən sən bunu. Mənim orada demir A sıfırdan kiçik idi. Aha, amma cüt dərəcədən çıxartmısan da. Bax, 4-cü dərəcədən gəlib bu, düzdürmü? Hətta qarşısına mənfi atmırıq müəllim. Tək dərəcədən olanda bəli, düz deyirsən, atırıq. Amma cüt Hə, dərəcə olanda dörddür, özü düzdür gətirir. müəllim, düzdür deyirsən. Hə, axlım üçə getdi. Hə. O zaman yazıram bura nə uşaqlar? 2A, düzdür? İndi baxıram burada. Dərəcə 3-dür də 3-dən çıxmayıb, A-nın kubundan çıxartmışam da bunun Bəli. modulu. O zaman bu Çox. avtomatik qabağına mənfi gəldi. Düzdür? O birisi cüt dərəcədən çıxıb da özü olduğu kimi gələcək. Hı-hı. Yəni A-da A-da çıxdı. Bu çıxma onun çıxması deyil, misalın çıxmasıdır. Bərabərdir. 2A-dan A-nı çıxanda A eləyir, A-dan da A çıxanda 0 eləyir. C variantı. 2008-ci ildə ikinci qrupun B variantına düşmüş sualdır bu. Aydın oldu. Hı. Mən burada sualların hamısını sizə izah eləməyəcəm. Müəyyən tip suallar var ki, onlar ən çox soruşulan sual tipləridir. Onları izah edirəm sizə, tamam mı? Bunları da silək buradan. Bəli. 4 nömrəli çalışma. Deyir, bu ədədin kəsr hissəsi ilə
bu ədədin əksi olan ədədin hasilini tapın. Bu xəmir biraz çox su aparacaq. Belə bir məsələ var. Amma bu izah eləyək. İstəmirəm ki, sizə nəsə qaranlıq bir şeylər qalsın burada. Deməli, kök altında 30 çıxılsın. Uşaqlar, burada 3-ü kökün altına salıram. Olacaq 3-ün kvadratı. Burasını 3 kimi yazıram bunu. Bərabərdir. Kök altında 30. Çıxılsın kök altında 27. İndi gəlin bunun baxaq tam hissəsinə. Kök 9-un tam hissəsi neçədir? 5. 5. Bəs kökdə 27-nin 5. 5. 5. Deməli, bunun tam hissəsi 0-dır da. Kəsr hissəsi deməli bunun elə özünə bərabərdir. Yəni, kökdə 30 çıxılsın nə? Kökdə 27. Kökdə 27. Ujaya kompüter həqiqətən çökür. Bir dəqiqə mən bunu adapterdən çıxardım. Ola bilər zərət ki qoşmuşam. O da sistemi dondura bilər. Aha, bu formada yazdım. İndi mənə deyir ki, bu ədədin əksi. Kəsr hissəsini tapdım. Deyək, kəsr hissəsi budur. Bəli. İndi bunun əksini tapıram. Kök altı 30 plus kök altı 27. Kök altında 30. Plus kök altı Bu 27. ifadənin qabağına mənfi atıram. Çıxılsın kökdə 27. Hı? O zaman deyirəm ki, bu kökdə 27 çıxılsın kökdə 30-dur. Bunun əksi. Efsiya. İndi bizə deyir ki, bunların hasilini tap. Tapaq da. Kökdə 30. Bu 2012-ci ildə düşmüş sualdır. Sınaq sualdır. S yazılıb. Nömrə 3. 3 nömrəli sınaq imtahanı düşən sualdır. Kökdə 30 çıxılsın kökdə 27. Bəli. Deməli, vurulsun. Kökdə 27. Çıxılsın kökdə 30-a. Bərabərdir. Kökdə 30 vurulsun 810. kökdə 27. Kökdə 810. Kökdə 810. Çıx 27. Yox. Sonra bu ifadəni gətirib buna da vurmaq lazımdır. Çıxılsın kökdə 900. Belə yaza bilərəm bunu, düzdürmü? Əslində vurub yazmaq da olmaz. Biz daha indi belə yazdıq ki, çıxılsın 900. Tak, çıxılsın kökdə 27 vurur 27. Bunun kvadratını hesablamağa ehtiyac yoxdur. Məqsədimiz var burada. Kökdə 27 vurur 27. Uşaqlar, bax bunu buna vurdum. Növbə ilə vururam. Sonra kökdə 27-ni gətirib vururam. Mənfi kökdə 30-a. O da deyir 810 eləmir. Bir yağ vurdunuz da. Bəli. Müəllim, orada Bərabər. kök 30-u kök 27-yə vurub yazmısınız 800-ü. Kökdə 30. Bəli, bəli. Mənfiyə vuranda müsbət eləmir. Harda müsbət? Deyək, Hə, mənfi kök burada altı bəli, bəli, müsbət eləyir. Bəli, bəli, düzdür, müsbət. Bəli, bəli, Bəli. düzdür. O zaman uşaqlar, gəlin bunu belə yazaq da. 30 vuraq kökdə 27. Mən bunu kökün altına bir də sadələşdirirəm. 30-u belə yaza bilərəm. 2 vurulsun, 3 vurulsun, 5 kimi. Sadə vurublarını ayırıram. 27-ni də belə yaza bilərəm də 3 vurulsun, 3 vurulsun, 3 kimi. Buradan 2 dənə 3 birləşir, bir dənə 3 çıxır çölə. Bu 3 ilə də bu 3 birləşir, 3 çıxır çölə. 2 ilə 5 qalır kökün altında. Yəni kök altında 10 qalır. Deməli 9 kökdə 10 eləyir də bu, düzdürmü? Bəli. Bu 9 kökdə 10 ilə bu 9 kökdə 10 toplanır, eləyir neçə? 2 vur. 18 kökdə 10. 18 kökdə 10. Burada nə qalır indi uşaqlar? 900-dən kök çıxır neçə? 30. 30. Mənfi 30. Bu da çıxılsın nə var? Burada 27 var. Mənfi 30 çıxır 27. Hər ikisində mənfi var qabağında. Topla qabağına mənfi at. B variantı. Bəli.
Qəşəng sual idi mən. Maraqlı sualdır. Həm burada tələbə bilməlidir ki, əks ədədlər niyə bərabərdir? İrrasional ədədlərin əksi niyə bərabərdir? İfadə formatında verəndə özünüzü çaşdırmayın. Bax, məsəl üçün, bir Elmir ifadənin səhvdir ki, mənim kökdə 30 üstəgəl 27. Yox, elə yox. İfadənin Hı. qabağında mötərizə mənfi at, sonra işarələri dəyişdir. Zaten həmin ədədin əksini almış olacaqsan. Aydın oldu. Bəli, müəllim. İndi sizə bir dənə sürprizim var. Bəli, müəllim. Deyim. Burada bir dənə sual verəcəm. Görüm sizə tanış gəlir o sual. Getdik. 17 nömrəli sual sizə tanış gəlir. Bəli, müəllim, bayaqki idi. Buraxışa düşmüş sualdır. Qəbulu da buraxışda da var bu sual. İndi gördünüz, müəllim sizə boş-boş sualların izahlarını vermir. Bura bərabərlədiyimiz Bəli, değil bəli. mi? Sistem tənliyi qurduğu. Bəli, ondandır. O yolla gedirik. 18-i gördünüz bayaqları. Bəli, müəllim, bəli, gördük. Həqiqətən İstanbul orada var. şəkildə olan ifadəni sizə dedim bayaqları. Hı? Standart formalı Tamam. olan ifadəni dedim də sizə Bəli, düz. müəllim, dediniz. Ay, İlk sağ ol. rəqəmdən sonra vergül yazırıq. 10 üstü n. Ay, sol o formada. Şola, burada bir dənə bir şey iddia saxlayın. Ədədin qiymətli hissəsi deyəndə qiymətli hissə budur. Bu markerin rəngini dəyişək. Qiymətli hissə budur. Qarşıda duran 2,6, nə bilim 3,6, 5, 15, 20, 25. Amma sırf bu onun üzərində yazılan qüvvətlər var ha. Bunlara tərtib deyilir. Bəli, müəllim, onu deyəcəkdim. Tərtib. Bəli, bura qiymətli hissədir, orası tərtibdir. Qurtardı, getdi. 20 nömrəli sual sizə tanış gəlir. 20. Bəli. Müəllim, xeyr. Bu TOEFL-da var. Niyə işlədiyi bu sualların içində yox idi? Neçənci sual? 20. Tam hissəsi 0-dır. Tam hissəsi 1-dir. Fikir vermədim mən. İşlədiklərimizdə yoxdur. Öz dimdə olar. Tamam. Dimdə var. Dimdə var bu suallar, uşaqlar. Gəlin bunun əli birini burada izah edeyim. Dimdə gedib görəcəksiniz çünki. Əvvəlcə gəlin birinci sualdan başlayaq. Birinci sualdan başlayanda biz burada yazırıq ki, ədədlər üçün uyğunluğu müəyyən edin. Kökdə 7 çıxılsın 3 formatında verib bizə. Tam hissə bir də kəsr hissə soruşulur da. Yazıram ki, kökdə 7 çıxılsın 3-ün tam hissəsi neçədir? Tam 2. Kökdə 7-nin tam hissəsi deməli bu 2-nin kvadratını aşıb keçib də 2-dir. 2-dən 3 çıxanda neçə eləyir? 0. -1. -1. Deməli bunun tam hissəsi şu olur -1-ə bərabərdir. Kəsr hissə deyəndə nə edirdik? Ədədin özündən tam hissəni çıxırdıq. Ədədin özündən çıxaq tam hissəni. Kökdə 7 çıxılsın 3, çıxılsın -1. Yəni +1. Bəli. 2 mənfi yan-bayan bizə müsbət vermir. Bəli. O zaman bu Kök kökdə 6, 7, 7 42. çıxılsın 2. Hansı variantda var bu? D. Kəsr hissə. D-də. 2-ni kim deyər? 2-ni mən deyim mən. Digərləri fikriniz yoxdur. Nəsimi, Leyla. Baxıram müəllim. Elmir, sən hələ ki cavabı mənə WhatsApp-dan göndər. İkincini dediniz müəllim. Bəli. Bax müəllim, sağ olun. Amma bunların yerini dəyişə bilərik. Yəni mənfi kökdən üstə 3 yaza bilərsən, bəli. Mənbə olacaq. Necə? Nəsə yaza Yox. bilərəm, mən bayaq dediniz. O deyir ki 3 çıxılsın kökdə, onu deyir mən Qarşısı mənfi Hə, nə yaxşı. Uşaqlar, Aha, burada əslində bax belə bir şey var. Biz deyirik ki, tam hissə məsəl üçün 2 çıxır, 3 çıxır bax. İkinci ifadədə bizim aldığımız ifadə, yəni kökdə ondan tam olaraq 3 çıxmır da. İndi burada 3 tamında məsəl üçün 2-dir tutalım. 3 tamamdakının kvadratı deyək.
Yəni ona yaxında belə götürək bu rəqəmi. Yəni bu formada cavab çıxır. Aydındır? Bəli, bəli. O zaman bunun kəsr hissəsini necə taparıq biz? Əvvəlcə tam hissəsini tapaq. Tapaq mən. Bunun tam Mən hissəsi üçdən mənfi 1 beş olmayacaq. Yəni baxın, 3 çıxılsın kökdə Kəsr hissəsi verilmiş ədədin özünə bərabərdir. B variantıdır. hansında? 2-də. 2-yə B idi. Mən də bayaq onu Yox, dedim də, B variantı. Düzdür də müəllim. 0 eləyir, o da özünə bərabərdir. bir dənə mənə qulaq assın, bir dənə müəllimə qulaq assın, görün müəllim sizə nə deyir Yaxşı. inşallah. Burada Bəli. tam hissənin sizə deyir ki, tam hissə budur, bir də kəsr hissəmiz var. Qarışdırmayın biri-birinə. Siz dediyiniz variant üçüncü üçün keçərlidir, amma ikinci üçün yox. Ədəd qarşıda verilirsə, o zaman buradan 3 çıxılsın kökdə 10. Yəni bu 3 tam onda neçə kimi oxunacaq? Aydındır? O zaman uşaqlar, buradan çıxanda 3 tam neçəsə bunu belə götürəcəyik. Aydındır? Bunun tam hissəsi deməli olacaq neçə? 0. 1. Birinizdə Bir deyirəm, üzr istəyirəm. Bir deyirəm, Sıfır üzr da. istəyirəm, üzr istəyirəm. Deməli 2, 2-nin kvadratı 3, 3-ün kvadratı 3 tam neçəsə çıxır da buradan, düzdürmü? 3 Bəli, tam bəli. neçəsə çıxır buradan. Onda biz ədədin özündən çıxanda onun kökdə 10 hissənin, yəni tam hissəsini neçə eləyəcək bu? Deməli. Ədədin özündən biri çıxacaq da -1 olacaq da burada. -1. Tam hissəsi bunun -1 olacaq. Müəllim niyə görə -1 oldu? Çünki inşallah bir daha deyirəm. Artıq 10 rəqəmi 3-ü vurub keçib. Düzdür? Bu 3 tam neçə kimi siz bunu oxuya bilərsiniz. Yəni bu formada oxuna bilər bu. Tutalım, yəni 3 tam onda neçənin kvadratı ona yaxındır da. Həmən E variantıdır. Əzizlər, şey var. Baxın, asan yolla bax belə izah edim sizə bir də. Başqa cür bir dənə belə izah edim sizə. Görürəm bu yolsa biraz qəliz gəldi. Məntiqi mühakimə üsulu çətin gəldi Bu sizə. Baxın elədiyiniz bura. cavab birincinin eləsədiyin cavab verirdi. Neyi? Məsələn, Yox, bir də burada kök məntiqi getdiyə mühakimə yürüdürük də. deyərdi ki, Birincidə iki tam bəli, onda neçəsə. düzgün cavab verir. Bilirsən niyə? Bəli. Aha. Deyərdi ki, məsələn, mən bir də kök altda 7, 2 tamında neçəsə yazırıq da. Bəli. Verərdi eyni cavabı. Orada artıq biz kəsr hissəni tapdıq da, o formada getmədik. İndi burada belə bir şey var ki, ədəd burada qarşıdadır. Biz 3-dən çıxırıq. Burada məsəl üçün o rəqəm 3-ə daha yaxındır, aydındır. Burada isə biz 3-dən kökdə onu çıxırıq. Bu bir mənfi bir ədəddir. Aydındır? Bəli, bildim. Mənfi bir ədəddir bu. Ona görə. Tamam mı? Tamam. 3-ü deyim müəllim. Bəli, buyur. Kök altda 10 3-ü aşıb keçib. 3 çıxır 0-dır. Deməli tam hissəsi A bəndi 0-dır. Kəsr hissəsi verilmiş ədədin özünə bərabərdir. Bir də B. Ya A götürdüm. Tamam. Aha, sonra. Bəs Yəni 3-dən bu olacaq? müəllim, Hı? Bəs 3-dən olacaq? Elə 3-ü deyirdim mənim. A, B. Tam hissəsi 0-dır. 3 çıxır. Aha. Kəsr hissəsi verilmiş ədədin özünə bərabərdir elə. Bəli. Bax burada A, B-dir uşaqlar. A, B-dir burada. Çünki baxın, kökdə 10 3-dən böyükdür axı. Aydındır? Onda müsbət Bəli. ədəd kimi baxa bilirsiniz buna. Tamam mı? Amma ədədin özünü qarşıda verəndə, əzizlərim, ədədin özünü qarşıda verəndə, burada Bəli. artıq biraz işlər dəyişilir. Dəyişir. Aydındır? Mənim orada cavab nə Bəli. olur? Yəni bax burada əzizim, gör müəllim sizə nə öyrədir. 3-dən kökdə 10-u siz çıxırsınız, düzdürmü? Bəli. 3-dən kökdə 10 çıxanda cavab mənfi olmadı. Deməli bunun tam hissəsi -1-dir. Belə götürürük. -1. Bildim. O zaman kəsr hissəsi deyəndə ədədin özündən biri çıxacağıq da. Yəni olacaq nə? 3 ilə 1 toplanacaq. -1 daxil çıxanda toplanır da mənfi ilə. 4 çıxılsın kökdə 10. Bu da bizdə harda var? Y variantında. 2-də oldu Y variantı. 3-də oldu A ilə B. Tamam mı? Bəli. Aha. Aha. Yaxşı, davam edək. Sonra görün nə kimi çətin sual tipi qaldı belə müzakirəli.
Düşünürəm ki, hələ gəlir suallar qalmadı. Amma bizdə belə bir problem var ki, bizim testimiz, əmələ gəldi. 14-ə baxaq uşaqlar, 14-ə. Bəli, 14. bəli. Hemen basandı. 70, 60. Dur. Burada 140 testin nömrəsini göstərir. Buna fikir verməyin. Bana cevap dıdı. Neçəyə baxıram müəllim? Diyeyim. Bəli, düzdür. 14-ə baxırıq. Həlin deyim mən. Yox, gözlə. Uşaqlar da baxsın sonra. Başlayalım. Bu da uşaqlar 2012-ci ildə düşüb, qəbula düşən sualdır. İkinci qrupa düşüb B variantına. İnşallah bir adı görək bizim tələbələrdə vəziyyət necədir? Necədir Yox, vəziyyət? mənim getmir, başa sal. Getmir. Yox. Nə bundan? Mən həndəsədən verin də mən. Nə cavabı gətirməyim. Yaxşı, bax bura. Ədədi orta nədir uşaqlar? Ədədi orta odur ki, ədədlərin cəmini neyindik? Sayına bölürük. Bu sizin dərsinizdə var. Keçən dəfə izah eləmişəm bunları. Ədədi orta bizə 16 verilibdir, amma 16 bərabərdir. Deyir, bu ədədlərə yeni bir ədəd əlavə edəndən sonra, bilmirəm axı ədəd neçə, deyirəm x-dir. Ədədlərin sayı neçə idi uşaqlar? 4 dənə deyildi. Yəni 4 dənə ədədin ədəd ortası 16-ya bərabərdir də, düzdürmü?